Bu videoda materiklərin relyefi mövzusunu izahını verməyə çalışacağıq bu gün. Deməli, materiklərin relyefində biz nəyi bilməliyik? İlk olaraq Avropa gəlir. Avropanın relyefi haqqında danışaq. Avropa ümumiyyətlə Avrasiyanın qərbində yerləşən bir qitədir, Avropa qitəsi. Ümumiyyətlə qitə və regionlar və ümumiyyətlə materiklərdə regionlar fərqləndiyi üçün bunlar bir neçə regionlara bölünür. Yəni Avropa özü də bir neçə regiona bölünür. Avropanın ümumiyyətlə sahəsi 10 milyon kvadrat kilometrdir. Orta hündürlüyü 340 belə deyim metrdir. Ən hündür nöqtəsi Mont Blanc 4807-dir. Ən aşağı nöqtəsi Xəzər dənizi -27-dir. Uzqar nöqtələri şimalda Nordkind, cənubda Mərakeş, şərqdə Ural dağlarının şərqi ətəkləri, bir də qərbdə Roko yerləşir. Avropanın regionları, şimal regionu, burada görürsünüz şimal regionları əhatə edir. Bundan mərkəzi, cənubu, bir də ki şərqi. Deməli, şimal regionuna baxaq. Şimal regionu əsasən belə deyək, bu region haqqında biz nə deyə bilərik, hansı xüsusiyyət var? Şimal regionu ümumiyyətlə Avropanın şimal hissəsi 4-cü dövr buzlaşmaya məruz qaldığından daha çox buzlaq relyef formaları üstünlük təşkil edir. Bu regiona ada və yarımadalardan təşkil olunub əsasən. Məsələn, burada İslandiya adası var. Seismik baxımdan aktiv ərazidə var. Seismik baxımdan sabit ərazidə var. Yəni platforma hissəsi də var. Qədim dağlar da var. Məsələn, İslandiya, Hekla, Bardarbunga, Eyjafjallajökull vulkanları bu ərazidə yerləşir. İslandiya Tek-Divergen sərhəddə yerləşir. Burada Skandinaviya dağları və eyni adlı yarımadada yerləşir. Skandinaviya dağları bu ərazilərdə əsasən Şimali Avropada buzlaq mənşəli göllər və belə deyək, daha çox fiord tipli sahillər üstünlük təşkil edir. Burada ən hündür nöqtə Skandinaviyadır və Skandinaviya dağının Qalxpişgen dağıdır ki, bu dağın hündürlüyü təqribən 2469 metrdir və bu Şimali Avropanın ən hündür nöqtəsi hesab olunur. Ümumiyyətlə Skandinaviya dağları belə deyək, qədim olmağına baxmayaraq son dövrlərdə hündürlüyü getdikcə artan bir dağdır. Hündürlüyü artan hissədir. Sonra mərkəzi Avropa gəlir. Yəni bu mərkəzi Avropa, bu da ada və yarımadalardan ibarət olur. Burada məsələn mərkəzi Avropada İrlandiya, Böyük Britaniya adaları, məsələn Britaniya yarımadası, sonra burada qeyd edə bilərik bu ərazidə yerləşən Şimal dənizinin cənub hissəsidir. Əsasən mərkəzi Avropa regionunda çökmə hissələri üstünlük təşkil edir. Yəni platformanın əyilmə hissələri yerləşir. Mərkəzi Avropanın ən böyük düzənliyi Almaniya, Polşa düzənliyidir. Bunu da biz yadımızda saxlayaq. Və mərkəzi Avropada, yəni Orta Avropa bir sözlə, ən cənubunda isə ən hündür nöqtəsi Alp dağlarıdır ki, Alp dağları Cənubi Avropanın ən hündür hissəsi adlanır. Mərkəzi Avropada tektonik əyilmələr müşahidə olunur. Bu əyilmələrə qarşı mübarizə aparmaq üçün burada Niderland ən çox bu belə deyək prosesdən istifadə edir. Polderlər adlanan bir düzənlik yaradırlar. Bu necə olur? Əvvəl okean bu əraziləri belə deyək də su basır, okean altında qalır. Sonradan yəni insanlar bunları qurudaraq, okeanı qurudaraq, torpaq tökərək bu əraziləri belə deyək də bu vəziyyətə salırlar. Yəni düzənliklərə çevirirlər, qurudurlar. Bunlar polderlər adlanır. Ən çox da Niderlandda bu üstünlük təşkil edir. Yadınızda saxlayın. Sonra mərkəzi Avropada dedik ki, məsələn belə Alp, Karpat, Sudet dağları yerləşir burada. Alp, Karpat və Sudet dağları bu ərazilərdə yerləşir. Alp dağının ən hündür nöqtəsini deməli Mont Blanc 4807 metrdir və bu hissələrə aiddir. Və Mont Blancdan sonra Mont Blancda ümumiyyətlə Alp dağları bir neçə ölkə ərazisində yerləşir. Onlar hansılardır? Fransa, İsveç, Avstriya, İtaliya kimi, Almaniya kimi ölkələrdir ki, bu Alp dağının yerləşdiyi ərazilərdir. Sonra Cənubi Avropa regionuna baxsaq, Cənubi Avropa regionu əsasən daha çox parçalanmış regiondur və Aralıq dəniz sahilində yerləşir. Bu regiona məsələn belə burada qeyd edə bilərik Meseta yaylası, Əndəlüs dağları, Piriney dağları burada əsasən üstünlük təşkil edir. Sonra burada daha çox Apennin yarımadası, burada Padano balığı,
sonra Dinar və Balkan dağları, Adriatik dənizi, burada Siciliya, Sardiniya kimi, Korska kimi adalar da burada yerləşir. Yəni Araq dənizi sahilində yerləşir. Ümumiyyətlə Cənubi Avropa daha çox parçalanmış relyefə malikdir. Burada hətta İspaniya ərazisində çox Araq dəniz sahillərində çimərliklər, abrazyon relyef formaları üstünlük təşkil edir. Balkan dağlarında əsasən kars relyef formaları, yəni mağaralar üstünlük təşkil edir. Buna misal kimi Sloveniya ərazisində yerləşən Pastoni mağarasının adını da çəkə bilərik. Sonra Şərqi Avropa gəlir. Şərqi Avropada daha çox düzənliklərdən və yüksəklikli düzənliklərdən ibarətdir. Şərqi Avropada özündə elə Orta Rusiya, Valday, Volqa boyu yüksəkliklər yerləşir. Şərqi Avropa əsasən Karpat dağlarından Ural dağlarına qədər olan hissələri əhatə edir Şərqi Avropa və onun Şərqi Avropanın cənubu burada Krım dağlarına zaman olan Krım dağlarına və Qafqaz dağlarına qədər gedib çıxır. Yəni bax fikir verək buradan bir dənə xəritədə Qafqaz dağları, Böyük Qafqaz dağları, bir də Krım dağlarına qədər Şərqi Avropanın düzənliyini, yəni Şərqi Avropa regionunu çıxır. Şimal hissəsi isə əsasən nədir? Buzlaq relyef formaları üstünlük təşkil edir. Çünki bu da 4-cü dövr buzlaşmaya məruz qalmışdır. Sonra burada Şərqi Avropada vulkanlarına baxaq. Bardarbunga, Hekla, Eyfyafiya, Tukul, burada Vezuvi, Stromboli və Etna vulkanları da burada yerləşir. Asiya qitəsi. Asiya qitəsi relyef baxımından mürəkkəbdir. Asiya qitəsi haqqında danışsaq, Asiya bu regionların müxtəlifliyinə görə bir neçə regiona bölünür. Şimali, mərkəzi, cənubi, cənub-qərbi, sonra şərqi, cənub-şərqi Asiya regionuna aiddir. Asiyada daha çox platforma hissələr geniş belə deyək ərazi tutur. Platformanı biz bayaq əvvəlki belə deyək də dərslərdə qeyd eləmişdik. Bunun iki hissəsi var. Bir kristalik bünövrə, bir örtü hissəsidir, yəni çökmə hissəsi, bir də qalxan sipərlər var idi. Bunları əvvəlki dərslərdə biz izah eləmişdik. Birinci Cənub-Qərbi Asiya regionuna baxaq. Cənub-Qərbi Asiya regionu əsasən Afrika və Ərəbistan tavasının toqquşması nəticəsində yaranan regiondur. Burada əsasən Cənub-Qərbi Asiya regionunda biz burada nəyi qeyd edəcəyik? Biz burada Pont Tavr dağların, Anadolu yaylasının, olan Kiçik Böyük Qafqaz dağlarının, biz burada Mesopotamiya ovalığı biz burada qeyd edəcəyik. Hicaz Asir dağları bax bu ərazilərdə yerləşir. Qərbi Asiya regionunda Zagros, İran yaylası, Elburz, Kopet dağ kimi dağlar bu ərazilərdə yerləşir. Sonra buradan sonra biz gəldik məsələn bu relyef formalarında əsasən qeyd edəcəyik ki, küləklərin təsiri ilə daha çox küləklərin təsirinə məruz qalan eol relyef formaları üstünlük təşkil edir. Eol nədir? Məsələn, küləklər, duyunlar, barxanlar, bax bunlar bu regionda yerdir. Çünki bu ərazilərdə daha çox səhralar üstünlük təşkil edir. Sonra Şimali Asiya regionuna baxaq. Şimali Asiya regionu şimal hissələri daha çox buzlaq relyef formaları və onunla yanaşı Ural dağlarının şərq istiqamətdə Qərbi Sibir, yəni Ural dağları ilə Orta Sibir arasında Qərbi Sibir, Qərbi Sibir ilə Verxansk dağları arasında Orta Sibir yaylası, sonra bura şərqə doğru hündürlük getdikcə 2000 metrə qədər qalxır. Verxansk, Çerski dağları, Kolyma dağlarına qədər uzanır. Ümumiyyətlə Şimali Asiya regionu qütb dairəsini kəsən hissədir və əsasən bu ərazilərdə də daha çox nə yerləşir? Daha çox buzlaq mənşəli belə deyək zonadır. Burada bataqlıqlar geniş yayılmışdır ən əsası. Bax bu regiona aid olan xas xüsusiyyətlərdən biridir. Bir də ki, Asiya qitəsinin sahəsini deyim, 44 milyon kvadrat kilometr, orta hündürlüyü 950, ən hündür nöqtəsi Jomolungmos, Everest, Sagarmatha 848 metr, ən alçaq nöqtəsi isə Qoxor çökəkliyi Ölü dəniz səviyyəsi -405 metr, şimalda Çelyuskin, Taymır adası, Piyay, Dejnyov, bir də Bababurnu əsasən Asiya qitəsinin əsas relyef strukturuna daxildir. Burada da fikir verirsiniz, burada Afrika və Ərəbistan tavasının hərəkəti ilə bağlıdır. Burada Afrika və Ərəbistan tavasının hərəkəti ilə Qırmızı dənizinin böyüməsinə səbəb olur. Afrika və Ərəbistan və Somali tavaları bir Afrika,
Somalidən uzaqlaşır, Somali Afrikadan uzaqlaşır. Afrika Ərəbistana doğru hərəkət edir, Ərəbistan da Avrasiyaya doğru hərəkət edir. Nəticədə Qırmızı dənizin sahəsi artır. Mərkəzi Asiyada əsasən Mərkəzi Asiya regionunda daha çox üstün hündür dağlıq zirvələr üstünlüyü təşkil edir. Burada da əsasən belə deyək də Turan ovalığı, Qazax, Xırda təpəli, Pamir, Hindquşu dağları, ümumiyyətlə Tian-Şan, Altay Sayan dağları burada üstünlük təşkil edir. Mərkəzi Asiyada burada Himalay dağlarını da biz burada qeyd edə bilərik. Sonra Cənubi Asiya regionunda burada da əsasən eol relief formaları üstünlük təşkil edir. Çünki burada daha çox səhralıqdan ibarətdir Mərkəzi Asiyada. Cənubi Asiya regionu əsasən Himalay dağları ilə belə deyək də Himalay dağları, Tibet yaylası, Himalay dağları Tibet yaylası ilə Hind-Qanq ovalığını ayıran sərhəddir. Elə burada Cənubi Asiya regionu da Hindistan yarımadasının çox hissəsini əhatə edir. Hindistan yarımadasının mərkəzində Dekan yaylası, şərqində Şərqi Qat, qərbində Qərbi Qatdır. Bu dağlar Baykaldan əvvəl yaranan dağlar da deyirlər. Və burada deməli Hindistan yarımadasının şimalında Hind və Qanq çaylarının gətirilmə çöküntüləri əsasında Hind-Qanq ovalığı da bu ərazidə yerləşir və Himalay dağları şimal hissə ilə sərhəddi təşkil edir. Sonra gəldik biz buradan deməli Şərqi Asiya regionuna. Şərqi Asiyada da əsasən şərqi belə deyək də hissəsi böyük Çin düzənliyinin böyük üstünlüyü təşkil edir. Burada Sixote, Alen, Kiçik Xinqan, Böyük Xinqan dağları bu ərazilərdə yerləşir. Əsasən Kunlun, Tibet yaylası bu ərazilərdə yerləşən yaylalardır. Və burada demək olar ki, hündürlüyü Tibet ən hündür dağlıq yayla kimi 7000-dən çox olan ümumiyyətlə yaylalar yerləşir. Burada deməli vulkanlara baxaq. Asiyanın əsas vulkanlarına fikir verək. Məsələn, Kamçatka yarımadasında Kulyusk-Qusovkası, Fudziyama, Aso, Pinatubo, Apo, Krensi, Krakatao, Semeru kimi vulkanlar Asiyada yerləşən vulkanlar hesab olunur. Afrika materikinin relyefinə baxaq. Afrikanın sahəsi 30 milyon kvadrat kilometrdir. Orta hündürlüyü 750 metrdir. Kilimanjaro ən hündür nöqtəsidir. Maksimum 5895, ən aşağı nöqtəsi -156 Assal gölü Afar çökəkliyində yerləşir. Şimalda deməli olacaq Ben Sekka, cənubda İynə, şərqdə Rasxafon, qərbdə isə Almadi burunlarından ibarətdir. Ümumiyyətlə biz deməli bu regionun əsasən iki hissəyə böləcəyik. Yəni Afrikanı. Birincisi olacaq daha doğrusu fiziki region baxımından şimaldır. Şimal Afrika, qərbi, ondan sonra mərkəzi, şərqi, bir də cənubu. Ancaq ümumilikdə region baxımından alçaq və yüksək Afrikaya bölünür. Yəni bax burada alçaq Afrikaya aid olacaq. Bax təxminən belə bölgüdür. Burada alçaq Afrikaya aid olan relyef formalarına fikir verək. Alçaq Afrika bax bu hissəni əhatə edir. Burada məsələn yeganə qədim dağ Atlas dağları yerləşir. Burada məsələn çökəklik var, Katlar çökəkliyi, Əhəqqari, Tibetli, Darfur yaylaları, Kamerun vulkanı, Andamava dağları, bu Jos platosu, Çad hövzəsi bax bu ərazilərdə yerləşir alçaq Afrikada. Kongo çökəkliyi də alçaq Afrikada yerləşir. Bu hissə isə yüksək Afrika adlanır, hündür Afrika adlanır. Burada Efiopiya yaylası deməli hündürlüyü 4000-dən yuxarı olan, sonra Şərqi Afrika yaylası burada yerləşir. Bununla yanaşı Kilimanjaro vulkanı, sönmüş Kenya vulkanı, Karasimbi vulkanı bu ərazidə yerləşir. Qədim dağlardan Əjdaha, Dragon və Kap dağları bu ərazidə yerləşir. Burada da bir sıra sərhələr də burada üstünlüyü təşkil edir. Əsasən Afrikanın şimal hissələri daha çox çökmə mənşəli faydalı qazıntılar, cənub hissələri isə filiz faydalı qazıntılarla zəngin hesab olunur. Bir də Afrikada şahid dağlar var. Əhəqqari, Tibetli, Darfur yaylalarında bu şahid dağlar müşahidə olunur. Yəni çılpaqlaşmış dağlar da adlanır. Bir də Afrikanın bir əsas proses də gedir ki, burada deməli Somali yarımadası Afrikadan ayrılır. Nəticədə bu qırılma okean üzərində yox, quru üzərində bir-birindən uzaqlaşır bu ərazilər və yaxın gələcəkdə burada yeni bir su sahəsi formalaşacaq. Burada məsələn
belə deyək də Afrikanın şimalında Atlas dağları dedik. Burada da məsələn yeganə dağdır ki, Afrikada Atlas dağları Tupkal'da ən hündür nöqtəsi 4165. Burada ən cavan dağ hesab olunur. İndi burada da Afrikanın bu ayrılma zonasında da çökən və qalxan qırılma zonalarında çökən hissələr var, bir də qalxan hissələr var. Çökən hissələr əsasən adlanır belə deyək qrabenlər. Qalxan hissələr isə horslardır. Bu ən böyük hors elə Afrikada Ruzenbori horsu da adlanır. Yadınızda saxlayın. Sonra Afrikanın yerləşən vulkanları deyək, Kamerun, Karisimbi, Kenya, Kilimanjaro vulkanları bura daxildir. Sonra gəldik Şimali Amerikaya. Şimali Amerika Lavrasiyanın tərkibi olub, Avrasiya ilə birlikdə. Deməli, ən hündür nöqtəsi Makkellindir. Orta hündürlüyü 720-dir. Sahəsi 24 milyon kvadrat kilometr. Ən aşağı nöqtəsi isə -86 metr ölüm dərəsidir. Şimalda Mersin, cənubda Mariato, qərbdə deməli olacaq Oles Şahzadəsi, şərqdə isə Saint Charles olacaq. İndi burada Şimali Amerikanın əsasən qərbində şimaldan cənuba doğru təxminən 7000 kilometr məsafədə uzanan Kordilyer dağları yerləşir. Kordilyer 3 hissəyə ayrılır. Birincisi qərbdə olan hissəsi var, mərkəzi var, bir də şərqi var. Şərqdə olan hissəsində qayalı dağlar yerləşir. Mərkəzində olan hissəsində böyük hövzə yerləşir. Colorado ümumiyyətlə belə deyək də platosu yerləşir. Bir də ki Meksika yaylası yerləşir mərkəzi hissəsində. Bəs qərbində hansı yerləşir? Qərbində isə belə deyək Kaskad dağları yerləşir, sahil dağları yerləşir qərb hissəsində. Bir də ki Sierra Madre dağları var ki, Meksika ərazisində bax bu yerləşir. Ümumiyyətlə Şimali Amerika şimal və qərb yarımkürəsində yerləşir və şimal hissəsi qütb dairəsini kəsir və 4-cü dövr buzlaşmaya məruz qalmışdır. Ümumiyyətlə biz burada Şimali Amerikada yerləşən məsələn vulkanlardan Katmai, Rainier, Shasta, sonra Popocatépetl, Colima, Orizaba, Tohomulco, Momotombo, Montopelli, sonra Havay adalarında Monla, Mankea, Clave vulkanlarının adlarını çəkəcəyik və bununla yanaşı biz burada düzənliklərdən nəyi çəkə bilərik? Adlarını çəkə bilərik. Biz buradan bax məsələn Mississippi ovalığını çəkə bilərik. Meksika yəni Atlantik yəni sonra burada Yukon yaylası yerləşir. Burada Yukon yaylası bunu qeyd edə bilərik. Daha ümumiyyətlə Şimali Amerikanın ən hündür nöqtəsi Makkellin dağı 6194 metr burada yerləşir. Bununla yanaşı burada Labrador labirinti yüksəkliyi də yerləşir. Burada düzənlik mövzularında keçdiyimiz həmin o hissələr, Meksika yaylası və s. bunları qeyd edə bilərik. Bir də böyük düzənlikdən şərq hissəsi əsasən düzənlikdir. Mərkəzi düzənlikdən belə deyək də əsasən bu şərq hissədə yerləşir. Yəni belə deyək, bu iki hissəyə ayrılır. Bir qərbi dağlıq, şərqi isə mərkəzi və şərqi isə düzənlikdir Şimali Amerikanın. Bir də burada belə bir relyef forması var. Colorado çayı üzərində, Colorado, Kolumbiya çayları üzərində böyük kanyon var. ABŞ rayonu. ABŞ belə deyək, ərazisində Colorado çayı üzərində bu yerləşir. Sonra Cənubi Amerika haqqında əsas bilməli olacağınız hissələri fikir verəsiniz. Deməli, Cənubi Amerikanın sahəsi 17 milyon kvadrat kilometrdir, 590 orta hündürlükdür. Aconcagua 6960 metr, ən aşağı Valdez yarımadası -40 metrdir. Şimalda Galinas, cənubda Freyur, qərbdə Cabo Branco, qərbdə isə daha doğrusu Parinas. Sonra gəldik biz buradan, burada da Ant dağları yerləşir. Bu Ant dağları Sakit Okean, Cənubi Amerika, Nazca, Cənubi Amerika havalarının toqquşmaları nəticəsindədir yaranıb. Ant dağlarında da əsasən vulkanlar üstünlük təşkil edir. Şimalda Ruiz, Cotopaxi, Chimborazo vulkanları və onun cənuba gəldikdə San Pedro, Llano ən hündür dağlıq vulkandır. Sonra burada Aconcagua cənub hissədə ən hündür nöqtəsi bura hesab olunur. Bax bunlar əsasən Ant dağlarında yerləşir. Bir də antiplanolar yerləşir ki, bu da dağlıq Bolivya belə deyək Çili. Bolivya Çili belə deyək sərhəddində yerləşən yüksək dağ yaylalardır.
Bunları da qeyd etmək olar. Və düzənliklərindən burada Orinoco düzənliyi, Gviana yaylası, burada bir də Gviana yaylasında Tepuilər var, masaya bənzər belə deyək dağlardır. Braziliya yaylası, burada kəllə qəndlər var. Kanatda çəkilir ora. 300 belə deyək metrdən hündürdə olur və bunlar da adlanır. Bax, kəllə qəndi bu formada olur Braziliyada. Rio de Janeiro'da olan həmin o hissədir. Bir Tepuilər də budur, görürsüz. Venezuela ərazisində, Gviana yaylasında masaya bənzər belə deyək dağlardır. Ruiz, Cotabağı, Chimborazo, San Pedro, Lelyayak, Oeste Saldos vulkanları da bu materikin ərazisində yerləşən əsas relyef formalarıdır. Cənuba doğru gəldikdə isə burada Patagoniya yaylası, La Plata ovalığı, sonra Braziliya, Amazon və Gviana, Orinoco ovalıqları və düzənlikləri ümumiyyətlə bu əraziləri əhatə edir. Sonra gəldik Avstraliya materiki. Avstraliya materiki haqqında danışanda Avstraliya ümumiyyətlə ən kiçik materikdir. Avstraliyanın sahəsi təqribən 14 milyon kvadrat kilometrdir. Avstraliya materikinin deməli burada qeyd etsək hansı xüsusiyyəti var? Deməli burada Avstraliyanın özü 3 hissəyə bölünür. Bax, biri qərbi, mərkəzi, bir də şərqi. Qərbi Avstraliya əsasən qərbində daha çox belə deyək yaylalar, Qərbi Avstraliya yaylası, Hamersli dağları və səhralardan ibarətdir. Böyük qumlu səhrası, Himpson, böyük deməli Viktoriya, cənubdan Nullarbor düzənliyi. Burada bax Perth şəhəri bu ərazidə yerləşir. Bunu da bilək. Ümumiyyətlə Avstraliyanın belə deyək də ən seysmik litosfer tavan seysmikliyindən uzaqda yerləşir. Ucqar nöqtələri şimalda York, cənubda cənub-şərqdə Byron, qərbdə isə Steep Point burunları yerləşir. Avstraliya materikinin belə deyək ucqar nöqtəsidir. Mərkəzi hissələri Macdonald, Barkly platosu əsasən burada yerləşir. Ulur yerləşir. Ulur nədir uşaqlar? Ulur əsasən qumluq massivdir. Qumlardan örtülmüş, qırmızı qumlarla örtülmüş massivdir. Bu qumun uzunluğu ümumiyyətlə 3.6 kilometr, hündürlüyü isə əsasən 348 metrdir. Eni də 3 kilometrdir. Bax, bu mərkəzi hissədə yerləşir. Olur. Ümumiyyətlə Avstraliyada daha çox uran filiz ehtiyatları var. Uran bilirsiniz filizin tərkibində 0,2%-dir. Çox azdır. Qızıl ehtiyatı var. Superpit Qərbi Avstraliyada superpit qızıl ehtiyatı var. Şərqində isə məsələn mərkəzi hissəsində Eyr gölü var. Bu ən alçaq nöqtəsidir, mənfi. Ən hündür nöqtəsi belə deyək də Böyük Suaricidir, 2228 metr. Böyük Suarici dağlarında yerləşən Kostuşkadır. Ən aşağı nöqtəsi isə Eyr gölüdür, mənfi 46 metrdir. Böyük Suarici gölü əsasən Avstraliyanın şərqində yerləşir. Deməli, şimalda York yarımadası, Arnhem yarımadası, cənubda isə Bas boğazı vasitəsilə Tasmaniya adasından ayrılır. Ondan sonra burada Murray, Darling ovalığı yerləşir. Bu çayların gətirdiyi çöküntülər əsasında formalaşmışdır. Bir də ki, mərkəzi ovalıq bu ərazidə yerləşir. Böyük Artizan hövzəsi də bu ərazidə yerləşir. Sonra Antarktida. Antarktida haqqında danışanda Antarktida ən uzaq, ən soyuq, ən küləkli, ən böyük buzlaq, ən az öyrənilən, ən güclü küləklərin olduğu materikdir. Relyefinə baxsaq, əslində Antarktida 2 hissəyə bölünür. Belə deyək, şərqi, bir də qərbi. Qərbi daha çox dağlıq, şərqi isə daha çox hamar, belə deyək, düzənlikdir. Bu düzənlik deyəndə daha çox buz qatı 4500 metrə çatan qalın buz qatından ibarətdir. Mineral ehtiyatları çox zəngindir. Bax, məsələn, Afrikada mis ehtiyatı, qızıl ehtiyatı, kömür, dəmir, neft kimi ehtiyatlar, qala kimi ehtiyatlarla üstünlük təşkil edir bu ərazidə və Antarktidanın ən hündür nöqtəsi Vinson 5140 metr, ən alçaq nöqtəsi isə Bentley çökəkliyidir. Burada bir dənə Antarktida yarımadası da yerləşir. Bu ərazidə yerləşən və yer kürəsinin ən cənubunda yerləşən, ən soyuq, belə deyək, materikidir və qitəsidir. Bu qədər. Materiklərin iqlimi, belə deyək, relyefi ilə bağlı dərsimiz bu qədər. Belə.